qrafikası mövzusundan belə bir suala baxaq. Deyilir ki, raster qrafik təsvirin çevrilməsində 2 əməliyyat icra edilmişdir. Birinci əməliyyatımız renk palitrası 65536-dan 256 rəngli palitraya dəyişdirilir. İkinci əməliyyatımızda isə artıq piksellərin ümumi sayı 8 dəfə artırılır. Bu əməliyyatlardan sonra həzmin nə qədər dəyişildiyini tapmalıyıq. Ümumiyyətcə, qrafik təsvirin həcmini tapmaq üçün biz həcm bərabərdir piksellərin sayını vurmalıyıq bir pikselin həcminə. Və dəyişikliyin necə olduğunu tapmaq üçün ilk öncə birinci həcmimi, yəni dəyişiklikdən öncəki həcmimi tapmalıyam. Daha sonra dəyişiklikdən sonraki həcmimi, yəni H2-ni tapmalıyam. Sonra da H2-ni H1-ə bölməliyəm ki, görün mənim ümumi həcmim necə dəyişib. H1-i tapdıqda bizə verir ki, piksellərin sayı ümumilikdə, yəni əvvəlcə elə olduğu kimi piksellərin sayı kimi yazsaq, vurmalıyam bir pikselin həcminə. Dəyişiklikdən öncə 65536 dənə rəng palitrasında rəng olduğuna görə burada deyirəm ki, bir pikselin həcmi 65536 bərabərdir 2 üzərində 16-ya və bir pikselin həcmi 16 bit qədər olur. Yəni vurmalıyam 16 bitə. Artıq həcm dəyişildikdə piksellərin sayı deyir 8 dəfə artırılıb. Bu nə deməkdir? Yəni əvvəl piksellərin sayı qədər idisə, indi 8-i vururam o piksellərin sayına. O qədər olur. Və bunu da vurmalıyam. Bir pikselin həcmi 256 rəngli palitraya dəyişdirilirsə də 256 bərabərdir 2 üzərində 8 və deyirəm burada bir pikselin həcmi 8 bit olur. Yəni vurmalıyam 8 bitə. Ümumilikdə nə etdim? Həm əvvəlki həcmi tapdım, daha sonra da dəyişiklikdən sonraki həcmi tapdım və bunları bir-birinə bölmək lazımdır. İndi H2 nə oldu? 8 vuraq 8 bit. Vuraq 8 vuraq piksellərin sayı. H1-imiz, yəni ilkin həcmimiz nə qədər idi? Piksellərin sayı vuraq 16 bit. Yəni 16 vuraq piksellərin sayı. Hər iki vahidimiz bit olduğuna görə artıq yanına yazmadım. Burada piksellərin sayı eyni olacağına görə bunlar ixtisar olub gedir. Burada 8 ilə 16-nı ixtisar aparsam 2 alıram. 8 ilə 2-yə böldükdə 4 alıram. Yəni ümumi həcmim 4 dəfə artmış olur.